Raul Asensio Real Madrid'de qalacaq. Bu futbolçu Kral klubu ilə yeni 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalamağa hazırlaşır və beləliklə Kral klubu akademiyanın yetirməsi olan geridə qalan mövsüm ərzində özünü ən yaxşı tərəfdən göstərən və əsas komandanın çətin anında, zədəlilərin çox olduğu məqamda əsas komandanın dadına çatan Asensio'ya Real Madrid öz dəstəyini, öz inamını göstərməyə hazırlaşır və düşünürəm ki, bu çox gözəl və vacib addımdır. Raul Asensio qarşıdakı illərdə ola bilsin ki, əsas heyətin aparıcı futbolçularından birinə çevrilməsin ki, əslində buna onun istedadı kifayət edir. Amma ən pis halda yeni Nacho'muz ola bilər və Nacho nə edirdi? Real Madriddə hamı zədəlidir. Kim yada düşür? Nacho Fernandes. Nacho meydana çıxırdı. Yeri gəlsə sağ cinahda, yeri gəlsə sol cinahda və təbii ki, əsas mövqeyi mərkəz müdafiəçisi zonasında oynayırdı. Mən Raul Asensio'dan eyni əzmkarlıq gözləyirəm. Real Madrid akademiyasını bitirən uşaqlar onsuz da hamısı döyüşkən olur, xarakterli olur və Raul Asensio'ya qarşıdakı illər ərzində Real Madriddə yalnız yeni uğurlar, yeni qələbələr arzulayıram. Ümid edirəm ki, o komandamızın əfsanələrindən birinə, akademiyanı bitirib komandanın əfsanələrindən birinə çevrilən oyunculardan olacaq. Raul Asensio ilə bağlı sizin fikirlərinizi gözləyirəm, dəyərli madridistalar və təbii ki, neytral futbol sevərlər də öz rəylərini yaza bilərlər. Şərhləri böyük maraqla oxuyacağım. Sizdən isə xahişim videoya like qoyub ətrafınızda olan madridistalarla paylaşmaqdır.